Avtomobil barəsində bir çoxunun bilmədiyi, sizi təəccübləndirəcək 4 fakt. Birinci fakt: avtomobilin sürət göstəricisi, spidometr əsl sürəti düzgün göstərmir. Belə ki, bütün avtomobillərdə sürət göstəricisi normal sürətdən, yəni real sürətdən biraz çox göstərir. Misal üçün, 100 km/saatda hərəkət etdiyinizdə real sürət təxminən 92-96 km/saatdadır. Səbəb isə istismarçının riskə girməməsi, sizin təhlükəsizliyinizi düşünərək və təbii ki, cərimələri düşünərək, yəqin ki, elə fikirləşiblər ki, cərimə olmayasınız. İkinci fakt: ilk avtomobil 1886-cı ildə ilk avtomobil Karl Benz tərəfindən icad edilibdir və avtomobilin adı Benz Patent Motorwagen olubdur. Bu avtomobil 3 təkərli olubdur və maksimal sürəti 16 km/saatda olubdur. Bugünkü avtomobillərlə müqayisə edəndə inanılmaz bir fərqdir. Üçüncü fakt: elektrikli avtomobillər yenilik deyil. 1800-cü illərin sonlarında elektrikli avtomobillər var idi. Sadəcə o vaxtı elektrikli avtomobillərin bateriyaları uzun ömürlü deyildi, yəni uzun məsafə qət etmələrinə imkan vermirdi. Daha sonra daxili yanma mərcli avtomobillər istehsal olunduğu üçün və populyarlaşdığı üçün elektrikli avtomobillərin istehsalı dayandırılmışdı. Və bugünkü gün baxanda elektrikli avtomobillər inqilabı əslində bir yenilik deyil, daha çox geri dönüşdür. Dördüncü fakt: təhlükəsizlik kəməri. İlk təhlükəsizlik kəmərini icad edən şirkət Volvo Car şirkəti olubdur. Bəli, Volvo şirkəti, yəni bildiyimiz Volvo avtomobilləri icad edən şirkət. Və patentini həmin şirkət pulsuz edib ki, bütün avtomobillərdə istifadə olunsun və bunun sayəsində milyonlarla insanın həyatı xilas olubdur. Onun üçün də avtomobil idarə etdiyiniz zaman təhlükəsizlik kəmərini taxmağı unutmayın. Əgər videomu bəyənirsə, takip atmağa və like qoymağa unutmayın və rəylərdə yazın. Yəni hansı fakt daha maraqlı oldu və daha təəccüblüdür. İzlədiyiniz üçün təşəkkürlər.